Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'netullah ala adaihim ecmaîn. Məzəzlər, bildiyiniz kimi məhdəviyyət mövzularını Allahın izni ilə artıq bir neçə bəsdir ki edirik və inşallah da ki davam olacaq Allahın izni ilə. İstəyirdim sadəcə bir qısa videomuzda bir-iki mühüm mövzulara toxunum. Ki çox mühüm, həm də lazımlı mövzulardandır, məsələlərdəndir və bunu bir iqtibas, qısaltma belə deyək də, kiçik bir amil kimi götürək. Mərhum Allah bütün dünyası dəyişən alimlərimizə, fəqihlərimizə, müctəhidlərə rəhmət eləsin, qalanlara ömür versin. Ki onlar ki həqiqətən də Əhl-i Beyt əleyhissalamın irsini daşıyır, qoruyur və təbliğ edir, öyrədirlər. Ki mərhum Seyyid Muhammed Təqi Musavi İsfahani rəhmətullah əleyhin yazdığı məşhur Mikyalul Məkarim kitabından qısa seçmə və mühüm mövzularla bağlı bir amillərdir ki, istəyirəm onu qısaca olaraq bir özümüz üçün xatırlatma edək və faydalı da inşallah düşünürəm ki, məsələdir. Və bir çoxumuz da bunlara diqqət eləmirik. Dildə bəlkə də deyilir, məsələn, bəzən görsən ki, ötəri bir üstündən keçilir, amma çox təəssüflər olsun ki, bu bizim praktik olaraq həyatımızda yox dərəcəsində olan bir amillərdir. Birincisi budur ki, ümumiyyətlə İmam Zaman Əcəlallah Fərəcə imamın ümumiyyətlə vücudu varlığı biz üçün bir şərtdir və imam ki olmasa bəşəriyyətin, yerin, yaradılışın mənası da qalmaz və onlar da aradan gedər. Bunu da belə deyək ki, həm əqli, həm nəqli dəlillərlə ki, bu biz üçün bir sabit bir məsələdir. Məsələn, birincisi budur ki, Peyğəmbər sallallahu necə ki varlığı bir zəruridir ki, o səbəblər gətirir, alimlər bəhslər açıblar. Mən ora girmək istəmirəm. Məsələn, lütf qaydasıdır və s. Yəni, eyni dəlillər Peyğəmbərlərin və sonuncu İslam Peyğəmbəri sallallahu aleyhi və aleyhində haqq canişinləri haqqında keçərli bir amildir. Həmin dəlillər. Necə ki, nübüvvətin, yəni Peyğəmbərliyin varlığının zəruri olması, vacibliyi ki, hansı dəlillərlə, əqli, fəlsəfi ki, o səbəblər gətirilir, amillər gətirilir, həmin onlar eyni imamların da varlığı üçün dəlil olaraq keçərlidir, əqli dəlil olaraq. Ona görə də Allah Taala'nın imamı Peyğəmbər kimi təyin etməsi vacibdir. İnsanlar üçün də həmin imamı tanımaq, mərifət eləmək vacibdir. Niyə? Çünki tanımadan da bir kəsə itaət eləmək mümkün deyil. Nəqli dəlillər də ki, xeylidir. Yəni, mütəvatir hətta bizim nəqli dəlillərimiz var ki, imamətin varlığı, vücudu, vacib olması. Bu istəyir, elə mərhum Şeyx Kuleyni rəhmətullah aleyhin əsərinə baxaq və digər kitablara ki, biz görəcəyik ki, həqiqətən də imamın varlığı haqqında ki, geniş haqda dəlillər mövcud. Məsələn, Şeyx Sadıq rəhmətullah aleyhin Kəmaləddin və Tamam-ı Nimə kitabı olsun. Ki, ona görə də insan gərək öz əqidəsindən olsun, nəqli dəlillərlə də möhkəm və sabit qədəm olsun. Məsələn, mərhum Şeyx Sadıq nəql edir bir hədisdə var ki, hər kim 4 şeyə şəkk eləsə, Allahın nazil etdiyi bütün hökmlərə küfr etmiş olar. Yəni, onlardan biri hər bir dövrdə, hər bir vaxtda imamın olmasıdır. O imamı tanımaqdır və onun sifətlərini bilməkdir. Ki, o 4 dənədən də biri Şeyx rəhmətullah gətirir rivayəti ki, bəs biri də budur ki, qeyd eləyir, yəni hədislərin əsasında ki, o 4 şeydən biri də budur ki, imamı gərək neynəyəsən, dövrün imamını tanıyasan, yəni mərifətin ola, onun sifətlərini və şəxsiyyətini biləsən. Həmçinin İmam Sadiq əleyhissalamdan da belə bir hədis nəql edir ki, yəni sözün bir növ ki, qüvvəti olaraq Şeyx Sadıq rəhmətullah aleyh ki, Allah Rəsulü sallallahu aleyhi və aleyhin bu cür buyurduğunu nəql edir. Bəs hər kim İmam Zaman Əcəlallah Fərəcə qeybət dövründə inkar eləsə, cahiliyyət ölümündə ölmüş kimi olar. Eyni bizim məhdəviyyət bəhsində toxunduğumuz məşhur
hədisə ki, mən ləm yərif imam-ı zəmanihi, hər kim dövrün zamanı imamını tanımadan ölərsə, cahiliyyət ölümündəki kimi ölmüş olar. Həmçinin Şeyx Numan rəhmətullah əleyhin də Əl-Qeybəsində bu cür mənada rivayət var ki, imamını tanımayan halda gecəni sübhə çıxan şəxs cahiliyyət ölümü ilə ölmüş sayılır. Deməli, insan bəzən bu cahiliyyət ölümü onun həm zahirən ölərsə, bu cür həml olunur, aid olunur, həm də ruhuna aiddir ki, o insan ki, imamını tanımadan gecəni sübh eləyə, səhərə açar ki, həmin şəxs elə sanki cahil kimi elə qəlbi ölmüş sayılır. Və imaməti də sübut eləmək üçün bir çox yollar var. Yəni, bunlardan da belə deyək ki, mərhum Seyyid, biz ki, dedik, Mikyal Məkarimə toxunuruq. Mərhum Seyyid burada əsas ünvan kimi göstərir ki, nəqli dəlillər, nəslər və möcüzələrlə bu mümkündür ki, biz imamın varlığını, imaməti sübut eləyək. Necə ki, Allah təbarək və Teala'ya vacibdir ki, məsum imamı iki yolla, təriqi ilə, yəni zahir eləsin, tanıtsın insanlara. Nədir? Peyğəmbər Salavatullahın və yaxud da özündən əvvəlki imamın vasitəsilə, belə deyək. Yaxud da, belə deyək, imamı, Seyyid buyurur ki, imamın öz əli ilə möcüzənin göstərilməsi. Yəni, imaməti tanınması məsələsində Seyyid deyir ki, Allaha vacibdir ki, eyni Peyğəmbəri tanıtdırdığı kimi imamı da tanıtdırmalıdır. Və bunu da imamı necə tanıya bilərik? Ya Peyğəmbər özü deyir, səhih dəlillərdə, ya özündən əvvəlki, imamın özündən əvvəlki imam deyir, məsələn, Əli əleyhissalam qeyd edir ki, məndən sonra İmam Həsəndir, İmam Hüseyin əleyhissalam imam olacaq ümmət. Yaxud da imam özü bir möcüzə göstərir ki, xariquladı bir hadisə göstərir ki, insan nə olur? Bunu ilə sabit eləyir ki, həqiqətən də bu Allahın hüccətidir. Ki, nəticə etibarilə də dediyimiz kimi, biz mütəvatir və səhih rivayətlərə baxdığımızda, qədim əsərlərdə də, o kitablarda da görürük ki, həqiqətən də imamın varlığı haqqında kifayət qədər dəlillər var. Və o imamın həmçinin kəraməti haqqında da bir çox kitablarda nəql olunubdur ki, bunlar sabit. Elə Kəmaləddin kitabında, Xəraid kitabında, Biharul Ənvarda, Nəcm-i Saqibdə və s. kitablarda bu mövcuddur. Və imamın təbii ki, bizim üzərimizdə də bir lütfi, bir haqları var və imamın haqqı üzərimizdə təbii ki, çoxdur. Yəni, biz desək ki, əgər bunu duraq saya, təbii ki, bu çoxdur. Məsələn, Seyyidin əsərində qeyd olunan əsas nöqtələr nədir? Məsələn, Seyyid buyurur ki, lütf və mərhəmətləri saymaqla bitməz. Hətta bu istəyir qəzəbli bir dəniz, dalğalı bir dənizin məsələsi kimi olar ki, onun içində dalğıc belə üzə bilməz. Onun bəzi haqları deyir, mərhəmətləri, məsəl üçün biz onu zikr edə bilərik ki, onlar bir qismidir, azıdır. Məsələn, varlıq haqqı. Allah təbarək və Teala imamın varlığı sayəsində bütün məxluqatı yaratdı. Və o olmasaydı heç nə olmazdı və yer də öz əhlini udardı və bəşəriyyət dağılardı. Sonra dünyanın mövcudluğu ki, dünyanın mövcudluğunun özü, yəni imamın vücuduna bağlıdır. Onun mərhəmətidir, lütfidir. Peyğəmbər Salavatullahın yaxınlığı və qohum olmasıdır. Neymət verənin neymətdən faydalanan üzərində haqqıdır və neymətin vasitə olmağı haqqıdır. Yəni, neymətə əlimizin çatmağında vasitəçi imamdır. Neymət verən, neymətdən faydalananlar ki, bizləri bizim ki, üzərimizdə imamın haqqı var, onun vasitəsini əldə edirik. Və həmçinin də atanın oğul üzərindəki haqqı kimidir. O bizim mənəvi atamızdır. Ağanın qul üzərində, xidmətçi üzərindəki haqqı kimidir ki, o bizim ağamızdır. Alimin tələbə üzərində haqqı kimidir ki, biz tələbi, onlar isə alimlərimizdir. Və imamın ümmət üzərindəki haqqıdır ki, o dövrün həm də nə idi? Təbii ki, imamıdır. Və ümmət, o da bizlər də onun ümmətiyik. Və imam üçün dua etməyin bəs məsələsi nədir? Yəni ki,
dua etməyimizin nəyə lazım olması, əhəmiyyət haqqında Seyyid burada qeyd edir ki, insanın möminlər üçün dua etməsi təqdirə layiq bir işdir. Çünki onlar deyir, həm eyni dinə, həm də eyni inancı sahibdirlər və həm ağıl, həm də şəriət tərəfindən sübuta yetirilən bir şeydir bu. Və ona görə də möminlərin rəhbəri üçün, başçısı üçün, imamı üçün dua etmək bizim üzərimizdə bir növ vacib əməldir. Və imamın Əcəlallah fərəcəhin şiələri sayəsində insanlar bəladan və əzabdan qorunur. Və digəri budur ki, imamların əleyhissalamın və möminlərin haqları tələb etmək və onların qanını tələb etmək məsələsi var duada. Və həmçinin İmam Zaman Əcəlallah fərəcəhin zöhrü ilə Allah dostlarının izzət tapması məsələsi var. Ki, bu da bir şərtdir, yəni bu da bir məsələdir ki, burada diqqət olunmasıdır. Ki, imam üçün çoxlu dua edirik ki, o zöhrü tezləşsin, baş versin və Allah dostları, möminlər izzət tapsın. Daha sonra belə deyək də, Seyyid buyurur ki, möminlərin qəm-qüssəsi və narahatçılıqları aradan getsin. Yəni, biri budur, bizim o dua etməyimiz üçün səbəbi. Möminlər üçün elmlərin kəşf olunması, bu istəyir zahiri elmlər olsun, istəyir batin elmlər olsun, istəyir dünyavi olsun, istəyir uxravi elmlər olsun. Ki, digəri budur ki, kafirlərin ölkələrinin və şəhərlərinin fəth olunması. Yəni, haqq İslam hüdudları əsasında, hüquqları əsasında dünya nizamının qurulması. Və əgər bu işlərdən də yəni biri mövcuddursa, yəni ən azı birində bir səbəb varsa, bir əlamət varsa, ağıl və şəriət, yaxud da insanın fitrəti baxımından onun üçün dua etmək bizim üzərimizə düşür. Yəni ən azı bu dediklərimizdən hansısa biri bizə uyğun gəlirsə, heç olmasa biri ən azı. Təbii ki, bu ümum bəşərdir və saydıqlarımızın da yəni hamısı faydalı bir şeydir. Sadəcə olaraq ən azından şəxs özü üçün belə nəticə çıxartmaq istəyirsə, biri ən azı, yəni diqqət eləsə ki, onu üçün müvafiq gəlir, ən azı nədir? Fitrət, ya ağıl, ya dəlillər deyir ki, sən deməli dua etməlisən. Niyə? Çünki bütün bu işlər İmam Zaman Əcəlallah fərəcəhin müqəddəs vücudunda cəm olubdur. Deməli, fərəcin özünün də yəni zuhurun tezləşməsi haqqında da dua etməyin bir çox xeyirləri vardır. Bəzi insanlarda belə bir düşüncə ola bilər ki, İmam Zaman Əcəlallah fərəcə məxluqat üçün bərəkətləri, neymətlərə çatmaq vasitəsidir. Ona görə də insanlardan ehtiyatsızdır və insanların duasına möhtac deyil. Amma cavabında Seyyid rəhmətullah buyurur ki, deyir, hədislərdə də görür ki, zahirən İmam Zaman Əcəlallah fərəcəhin zuhurunun vaxtı bəda məsələsi kimidir. Yəni, bəda olacaq bir işdir və onun önə və yaxud da geri qalması da mümkündür. Və buna görə də ola bilsin ki, zuhurun tezləşməsi möminlərin ciddi və səmimi duasına bağlı olsun. Yəni, bəda budur ki, dəyişiklik bizim etiqadımızda var. Bəziləri yanlışlıqla bədanı Allaha nisbət verir. Özün görürsən, başqa bir məzhəb sahibləri ki, Əhl-i arıcılarına irad tutaraq bunu məsələni qabardırlar. Amma əslində məsələ çox sadədir. Heç bir Əhl-i Beyt əleyhissalamın davamçısı, alimləri, tələbələri, möminlər indi cahil bəlkə ola bilər kimsə ki, özündən belə bir izah çıxarış edir, başqa şeydir. Məsələn, oxuyar özündən nəticə çıxardır, söz deyər, cəmaat arasında belə bir düşüncə yaranar. Amma təbii ki, ünvanından hər şey öyrənmək gözəldir. Yəni, xülasə, heç kim bunu Allaha nisbət vermir. Bəda insanlara məxsus bir şeydir ki, yəni bir şey Allah tərəfindən qərar verilir, amma dua vasitəsindən o, məsələn, dəyişsin. Deyək ki, quraqlıqdır, möminlər yığışır, bir dua edirlər, Allah bu duanı qəbul edir və neynir? Yağışın gözlənilmədiyi bir halda yağışın yağması baş verir. O deyirlər bəda. İmamın zuhur məsələsi də belədir ki, yəni möminlər əgər ixlasla səmimi dua eləsələr, hədislərdə var, Seyyid qeyd elədiyi kimi, imamın zuhuru tezləşəcək, əgər bu baş verməsə, Allah ən sonuncu vaxt, hansı vaxtı təyin edibdirsə, hansı vaxtı qərar veribsə, həmin o qərar verdiyi ki, vaxtda da
zühur baş verəcək. Və həmçinin İmam Zaman Əbdüllah Fərəcə üçün etdiyimiz dua kiçik və fəqir bir şəxsin verdikdə böyük və uca bir şəxsə hədiyyəsi kimidir. Yəni, necə ki, biz imam üçün dua edirik, onun məsələsini Seyyid buyurur ki, sanki belə bir şeydir ki, sən bir fəqir adamsan, bir varlıya hədiyyə vermirsən. Sənin nə qədər imkanı ola bilər ki, o varlıya böyük bir hədiyyə verəsən. Buna bənzəyir. Amma sən nə edirsən? Onu ilə belə sən dəstəyi ver, sən yardımı, sən tərəfi bəyan edirsən. Və diqqət eləsək ki, bizim dəyərli bir məqsədimiz var və bəzi maniyələr onun həyata keçməsini yubadır, gecikdirir. Və bu maniyələri aradan qaldırmaq üçün ciddi səy göstərmək bizim üçün nədir? Vacibatdır. Çünki İmam Zaman Əzələ Fərəcəhin zühurunun gecikməsi bizdən asılı olan səbəblərdəndir. Və buna görə də həmin maniyələri aradan qaldırmaq üçün Allahdan nə etməliyik? Kömək istəməliyik ki, dua etməliyik. Və zühurun da tezləşməsi üçün dua etmək əslində özümüz üçün dua etməkdir və bu da bizim təbii ki, hər bir halda xeyrimizədir. Məsələn, zühurun ümumiyyətlə tezləşməsi üçün dua etməyin də faydaları çoxdur. Məsələn, biz bunu baxsaq ki, rivayətlərdə də mövcuddur. Seyyid Rəhmətullah Aleyh də bunu kitabında qeyd edir. Məsələn, onlardan biri budur ki, nədir? İmam Zaman Əzələ Fərəcə özü buyurur ki, zühurun tezləşməsi üçün çox dua edin ki, sizin fərəciniz, yəni nicat tapmağınız da elə ondadır. Dua sonra nə olur? Neymətlərin çoxalmağına səbəb olur. Dua Allaha itaətin vacib buyurduğu ulul əmrə itaəti gətirib çıxardır. Dua bərzəx aləmində və qiyamətdə mehriban bir dost olacaq. Dua əməllərin gözəlidir. Dua möminlərin silahıdır. Dua qəm-qüssələri aradan qaldırmağa səbəb olur. Dua edənə mələk də dua edir, mələklər də dua edir. Və zühurun tezləşməsi üçün də dua etmək iki ağır əmanətə sahibi çıxmaqdır, əmanətdar olmaqdır, yəni səqələ ilə. Dua etmək Allah yanında insanı sevimlidir, Allahın həmçə sevdiyi əməllərdəndir. Dua etmək insana neyniyə? Məsələn, məzlumlara kömək etmək, yardım etməyə savabını verər. Dua etmək 70 min günahkarın şəfaətini təmin edir insan üçün. Dua edən cənnət əhlindən olar. Fərəz üçün dua edən möminlərin əmiri Həzrəti Əli əleyhissalam ki, Əli əleyhissalam ilə birgə həşr olar, qonşu olar və imamın yaxınlığında qərar tutar. Və həmçinin də dua edənin pis əməlləri yaxşı əməllərə çevrilər. Dua edənin dua vasitəsilə yer əhlinin üzərindən əzabı götürər. Yəni, dua vasitəsilə ki, əzab ondan, yaxud əhlindən, yaxud da yer əhlinin ümumiyyətini götürürsün. Bu dərəcədə təsir qoya bilər. Dua edən qiyamət günündə xüsusi hədiyyələr alar. Dua edən elm axtarmağın, elm dalınca düşməyə savabını əldə edir. Dua etmək Allahın əhd və vədinə sədaqətdir. Dua etmək Peyğəmbər sallallahu onun üçün dua etməsinə səbəb olar. Yəni, bir adam dua edir, o duasına görə, ixlasına görə Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhdə həmin şəxsi dua edir. İmamlar dua edir. Və həmçinin dua edənin hesabı asanlaşar, sorğu-sualı asan olar. Dua edən izzətli, şərəfli bir şəxsə çevrilər və hörmətin savabını, belə bir şəxsə də hörmətin savabını əldə edir. Dua etmək Allahın nişanələrini uca tutmaqdır. Dua etmək Allahın ipinə möhkəm sarılmaqdır. Dua etmək, dua edənin imanının kamilləşməsinə səbəbdir ki, bunların hamısına diqqət edib biz görürük ki, həqiqətən də dua etməyin əslində özü böyük bir nimətdir ki, məxsus da o da qalsın, fərəz üçün dua edək. Və imam üçün dua etmək, onun zühurunu Allahdan istəmək bəzi vaxtlarda xüsusi tövsiyə olunur. Yəni, hər vaxt eləyə bilər. Amma baxırıq ki, müəyyən bir dəlillər var ki, rivayətlərə əsasən, göstəriş və tövsiyələrə əsasən ki, bunu xüsusi bir vaxtlarda etmək daha gözəldir. Məsələn, bu əqli dəlillər də mövcuddur. Bəzi alimlər ki, onu yoxlayıblar praktikada və görüblər bərəkətini və yaxud da ümumi olaraq nəqli dəlillər əsasən olanlardır. Məsələn, hər vacib namazdan sonra fərəc duasını oxumaq. İmamın zühurun tezləşməsi üçün yaxud dua edəsən.
namazların qunutunda, şükür səcdəsində, səhər və axşamlar, günün son saatı, yəni artıq günün bitəcək vaxtında, ki, cümə axşamı, cümənin gecəsi, cümənin günü, yəni əsr namazından sonra məscidə gedəndə orada oxuyasan, Ərəfə günü, məsələn, Novruz günü, Aşura günü. Seyid də bunları qeyd edir ki, yəni bu günlərdə məxsusi dua eləmək əqli və nəqli dəlillərə əsasən daha təkid olunubdur. Və həmçində İmam Zaman Əcəllah Fərəcəhin zöhrünün tezləşməsi üçün dua bəzi xüsusi zamanlarda olduğu kimi, yəni müəyyən məkanlarda da tövsiyə olunubdur ki, xüsusi yerlər var ki, orada məxsusdur. Məsələn, Məscid-ül Həramda, yəni Kəbədə, İmam Hüseyn əleyhissalamın hərəmində, Kərbalada, Ərafatda, Samirada, məsəl üçün İmam Sərbabəki var, həmin o yerdə etmir. İmam Rıza əleyhissalamın hərəmində, ümumiyyətlə məsumların ziyarətgahında da insan bunları etməyə çox tövsiyə olunur. Və bu işin duası da necə olunmalıdır? Yəni, ən azından şəxs nə etməlidir? Bu işi açıq şəkildə uca Allahdan istəməsi və istəyini hər hansı digər dildə ifadə etməsi. Yəni, istəyirsə Azərbaycanda, Azərbaycan dilində, Rusda, Rus dilində, İngilis dilində ki, ən azından Allahdan bunu ixlasla, xalis istəsin. Hətta yaxşı olar ki, bunu səsli formada dilə gətirsin. Və Allahdan istəsin ki, Peyğəmbər Salavatullahın ailəsinin işləri fərəc tapsın və imamın da zuhuru tezləşsin. Çünki imamın fərəci və digər şəxsiyyətlərin də fərəcinə səbəb olacaq. Və həmçinin də bütün möminlərin işlərində fərəc olacaq. Yəni, nicat tapacaqlar möminlər, qurtulacaqlar və Allah dostlarının işləri asanlaşacaq. Və ona görə də imamın fərəci ilə bağlı, zühuru ilə bağlı dua etmək bu cür faydalıdır. Bu formada da dua etmək olar. Və zühurun həmçinin qarşısındakı maniyələrin arada qaldırılmağını istəmək olar, dua olunsun. Ki, həmçinin imamın düşmənlərinin məhv olmasını Allahdan istəsin. Allahdan istəyək ki, hər kəsin İmam Zaman Əcəllah Fərəcəhin, yəni zühurunun tezləşməsi üçün etdiyi dua qəbul edilsin. Məsumların, aleyhissalamın ki, özlərindən gələn ən vacib dualara salavatdır, müdbə duasıdır. Məsələn, bunları göstərək. Ki, bizim də təbii ki, burada vəzifələrimiz var. Seyyid də orada qeyd edir ki, qeybət dövründə vəzifələrimiz var. Onlardan bir qismini məxsusi zikr edir ki, məsələn, İmam Zaman Əcəllah Fərəcəhin sifət və əxlaqını mərifət eləmək, tanımaq. İmamı xatırlayanda ədəbə riayət eləmək. Məsələn, insan qalxar, bir ehtiram göstərər. Məsələn, bəzi göstərişlərdə də var ki, əli başa qoymaq, düzdür, biz axırda məktəbiyyətdə geniş danışmışıq, zəifliyi, səhihliyi və s. Hər halda, yəni, ehtiram, ədəb göstərir. Uzanıbdır, yaxşı olar qalxıb, otursun, üzü qibləyə istiqamət götürsün və s. İmam Zaman Əcəllah Fərəcəhin məhəbbətdir. Məsələn, bu da şərtdir. Və həmçinin onu insanlar arasında sevdirmək, insanlara yəni sevdirmək, onu tanıtmaq, imam üçün həmişə dua eləmək, zühurun əlamətlərini tanımaq, imamın sağlamlığı üçün sədəqə vermək ki, İmam Zaman Əcəllah Fərəcəh əmin amanlıqda, sağlamlığında daim olsun deyə bu niyyətə sədəqə verəsin. Ona xidmət eləməyə çalışmaq. Fərqi yoxdur, maddi, mənəvi, fərq etməz ki, ona xidmət edəsin. Peyğəmbər Salavatullahın və məsumların aleyhissalamın ziyarətgahlarını ziyarət edib boş qoymamaq ki, onun yardımına çalışmaq, imama kömək etməyə qəlblə niyyət eləmək, yəni ixlasla niyyət eləyəsən, möminləri razı salasan, imamın üçün xeyir diləyəsən, ona salavat göndərəsən, düşmənin zülüm və inkarına səbr eləyəsən, Allahdan səbr istəyəsən, tanınmaz qalasan, şöhrətdən çəkinəsən, nəfsi təmizləyəsən və İmam Zaman Əcəllah Fərəcəhi də görməyi istəmək həmçinin duada tövsiyə və vəzifədir və eyni zamanda Allahı xatırlatmaqdan başqa dili saxlayasan diqqətində ki, səni günaha harama sövq eləməz. İmamın Əcəllah Fərəcəhin İmam Hüseyn əleyhissalamın hərəmində ziyarətnaməsini oxumaqdır, məsələn, və s. Yəni, ümumilikdə biz baxırıq ki, Seyyid Rəhmətullahi Aleyhin qeydinə əsasən ki, qeyd edir ki, əql
və şəriət baxımından ən vacib və zəruri işlər də bunlardır. Üzərində haqqı olan bir şəxsin haqqını yerinə yetirmək və sənə yaxşılıq etmiş şəxsə mükafat vermək, bağışlamaq, əta etmək. Ki, həqiqətən də bütün insanlardan üzərimizdə haqqı olan, çox olan hətta və bizə daha çox və daha yaxşı xeyir bəxş edən, bizə nemət və lütf göstərən, həmçinin Allahın, onun tanınmasını dinimizin tamamlayıcısı, imanımızın möhkəmləndiricisi və zühurunun gözləməyi ən yaxşı əməllərimizə çevirən şəxs görüşünü ən çox arzuladığımız kimsədir. Ki, ədalət və xeyir rəmzidir, küfür və üsyanın təsirlərini təmizləyəndir. Onun ardınca getmək əmr edilib ki, 12-ci məsum imamdır, Peyğəmbər sallallahu seçilmiş varisidir ki, Allah onun zuhurunu tezləşdirsin. Zuhur və qiyam planını asanlaşdırsın və dünyada da, ahirətdə də bizimlə arasında ayrılıq olmaz. Amin ya Rabbel aləm.